Çoxlu EP fənni götürüb hazırlaşsam, mütləq universitetə qəbul olacağam. Xeyr, bu səhv yanaşmadır. Ancaq doğru EP fənləri seçib hazırlaşsan, sənin qəbul şansını əhəmiyyətli dərəcədə artırır. Burada çox vacib bir məqam var. Universitet baxmır ki, siz neçə dənə EP götürmüşsünüz. Universitet baxır ki, sizin seçdiyiniz EP fənləri seçdiyiniz ixtisasa nə qədər uyğundur. Misal üçün, əgər siz Economics və ya Biznes fakültəsinə daxil olmaq istəyirsinizsə, amma seçdiyiniz EP fənləri tamamilə başqa sahələrə aiddirsə, bu sizin şansınızı artırmayacaq. Ancaq siz bu istiqamətdə mikroekonomiks, makroekonomiks və statistik fənləri götürüb hazırlaşsanız, siz artıq universitetə mən bu ixtisası niyə seçmişəm və seçdiyim ixtisasdan əminəm mesajını verir. Və ya 7 dənə EP götürüm, hamısından nəticəm olsun, ancaq nəticələriniz zəif olsa, bu sizin üçün üstünlük verməyəcək. Amma 2-3 doğru seçilmiş EP fənnindən yüksək nəticə almağınız sizi universitetə qəbul şansını çox artırır. Burada əsas məsələ EP sayında deyil, əsas məsələ doğru seçilmiş EP fənləri və aldığınız nəticələrdir.